Salam əziz və dəyərli şagirdlər, mövzu sınaq 12-ni davam edək. Bizə deyir birinci sualdakı m çoxhədlisinin dərəcəsi 10, n-in dərəcəsi 4 olarsa bu çoxhədlinin dərəcəsini tapmalıyıq. Deməli, əvvəl ifadəni yazaq. Və indi onun dediklərini yazırıq. M-in dərəcəsi 10, n-in dərəcəsi 4. Deməli, n-lərin üstünə 4 yazırıq. Sonra çoxhədlinin dərəcəsinin tapılma qaydasına görə toplama və çıxma olarsa, yəni çoxhədli zamanı burada dərəcəsi çox olanı götürürük. Yəni bu dəfə dərəcə, yəni üstünü təşkil edən 10-dur. Yazırıq onda m üstü 10, üstündə kvadrat var, vur. Çoxda da n üstü 4 var. Bu oldu m üstü 12 vursa 20, n üstü 4. Və bir hədlinin dərəcəsini tapmaq üçün də üstlər toplanılır, olur 24. Və toplama çıxmaya qədər çox hədli idi. Vurma olanlar artıq bu bir hədli olur. Bir hədlinin dərəcəsini tapmaq üçün hərfləri, yəni dəyişənlərin üstündəki ədədləri saymalıyıq. 24. İkinci sualda o mərkəzli çevrədə A80 bucaq D tapın. Burada belə bir qayda bilməliyik ki, çevrənin daxilinə 4 bucağı çəkilibsə, bu dəqiqə A, B, C, D. Bu 4 bucağı çəkilibsə, qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Ona görə də alfanı tapmaq üçün 180 dərəcədən 80 dərəcəni çıxarıq. Bu da eləyək 100 dərəcə. Üçüncü sual. Cəmi M ilə ifadə edin. Demək, bu tip suallarda dedik ki, əvvəlcə kəsirləri alt-alta səliqəli yazırıq. Bunu M ilə verib, bizdən soruşulanı isə dedik, X ilə ifadə etməliyik. Və bunları baxırıq ki, sürətləri nə iş görə bilərik? Sürətlərini toplasaq, 3 ilə 4, 7, 7-yə bölünür, 8 ilə 3, 11, 11-ə bölünür. Demək, toplayarıq. Toplayanda elə eləməliyik ki, tam ədəd alınsın. Burada da toplayanda tam ədəd alındığına görə işimiz rahatdır. Sol tərəf topladığımız kimi sağ tərəfləri toplayırıq. Bizə 1, 1, 1 verir. Bunları toplasaq 3 verər. Yəni m üstəgəl x bərabər 3. Mənim axtardığım ifadə x ilə işarə eləmişdim. Ona görə m-i sağ atıram. 3 çıx m. Cavab olur A variantı. Dördüncü sualda düz bucaqlı 3 bucaqda iti bucaqlardan biri 42 dərəcədir. O birini tapmaq üçün deməli 90 dərəcədən 42-ni çıxmalıyıq. Çünki iti bucaqların cəmi 90 dərəcə verir. Düz bucaqlı 3 bucaqda. Deməli digər bucağımız 48-dir. Hündürlük və meydan arasındakı bucaq. Dedik ki, hündürlük bundan qabaqki testdə izah elədik ki, hündürlük və meydan arasında bucağı deyəndə sadəcə düz bucaqlı 3 bucağın iti bucaqlarını çıxırıq. Bu deyir 6 dərəcə. Əgər tən bölən də olsaydı, onda tən bölərdi. Yəni 2-yə də bölərdik. Amma burada tən bölən yoxdur. Ona görə sadəcə çıxırıq. 5-ci sual. 1, 2, 3 bucaqlarını tapmaq lazımdır. Demək, burada nə edirik? M ilə N paraleldir. Yaxşı. Burada M-in bizə görə kömək dəyəcək burada yoxsa yox, baxaq görək. Əvvəla 3-cü bucaq tapa bilərik. Çünki 3-cü bucaq 30 dərəcəli bucaqla qarşılıqlı bucaqdır. 3-cü bucağımız 30 dərəcədir. Sonra 2-ci bucaq tapa bilərik. 30 tapandan sonra daha doğrusu 1-ci bucaq taparıq. Çünki 3-cü bucaqla 1-ci bucaq çarpaz bucaqdır. Bu da 30 dərəcədir. İkinci bucaq isə 30-un qonşusudur. Qonşu bucaqların cəmi 180 verdiyinə görə 180-dan 30-unu çıxarıq. Bura qalar 150. Deməli, qalır 150. Bizə deməli cavablarını 1, 2, 3. Birinci 30, ikinci 150, sonra yenə 30. Cavab oldu A variantı. Çoxhədlini vuruqlara ayırın. 6-cı sual. Çoxhədlini vuruqlara ayırmaq üçün əslində cavablardan seçmək olar. Necə seçim eləyərik? Gəlin baxaq. Əgər seçimi tapa biliriksə, ehtiyac yoxdur vuruqları ayırmağa. 3x kvadratını almaq üçün
birinci ifadəyə baxırıq. X 3x alınır. Burada x vuranda alınmır. Burada x 3x vursa 3x kvadrat alınır. Burada x vursa alınmır. X 3x vursa 3x kvadrat alınır. Bir də axırıncıda da sadə, yəni sərbəst həddə axtarırıq ki, müsbət 7 versin. A variantında mənfi 1, mənfi 3 vuranda müsbət 3 alınır, bu alınmır. Burada mənfi 1, mənfi 7 vuranda müsbət 7 alınır. Burada müsbət 1, mənfi 7 vuranda mənfi 7 alınır, bu da alınmır. Demək ki, variantımız qaldı C. Həmişə birinciləri vurub birinci həddi, sonuncu sərbəst hədləri verib sərbəst həddi ala bilirəmsə, demək ki, bu mənim cavabımdır. 7-ci sualda çevrədə verilmiş şərtlərə görə KD-ni tapmalıyıq. Buranı bizdən istəyir. Və biz də bilirik ki, iki vətərin kəsişməsinə aid belə bir qayda var. İki vətər kəsişirsə, demək A, B, C, D. A-nı B-yə vururuq, C-ni də D-yə vururuq. İki vətərin kəsişməsinə aid belə bir qaydamız var. Sadəcə burada uşaqlar fikir verin, CD vətəri bütöv çəkilib, amma A-dan çəkilən vətər mərkəzə kimi gəlib, mərkəzdən o tərəfə çəkilməyib. Ona görə biz onu uzatmalıyıq. Uzadanda biz sanki mərkəzdən bir dənə radius kimi çəkmiş olduq. Bu radiusda mərkəzdən sola qədər nə qədər məsafədir? Gəlin baxaq. 3 ilə 4-ün cəmi neçə eləyir? 3 ilə 4-ün cəmi 7 eləyir. Onda burada 7-dir. Yəni əlavə elədiyimiz yerdə 7-dir. İndi biz bu şəkili yenidən burada çəksək, baxarıq ki, şəkil bu şəkildə gəldi, formaya düşdü. Demək, burası 8, biz buranı axtarırıq. Bu isə 3. Bu kəsişmədən sağda 4 ilə 7 qalıb, 4 ilə 7-nin cəmi 11 verir. Və vururuq. 8 vur x bərabərdir 3 vur 11. X də bərabərdir 33-ü bölürük 8-ə. 33 8-ə böləndə 3 tam. Daha doğrusu 4 tam alır. 32 var da orada. 4 tam 8-də 1 alınır. O da 4 tam 1000-də 125 deməkdir. Cavab olur D variantı. 8. Sinifdəki oğlanların sayı qızların sayının 5-də 3 hissəsini təşkil edir. Oğlanlar bütün sinifin neçə faizini təşkil edir? Əvvəla bu sözü başa düşək. Oğlanlar qızların. Birinci oğlan adını çəkib. Deməli 3 oğlanı göstərir. Sonra qızın adını çəkib. Qızda 5-i göstərir. Sonra deyir, oğlanlar bütün sinifin. Oğlanların adını çəkib. Oğlan 3 dənə idi. Böl. Bütün sinif. Bütün sinifdə oğlanlı qızlı. Yəni 3 də gəl 5. Olur 8-də 3. Neçə faizdir? Faizini tapın. Bu hansı hissəsidir? Amma faizini soruşanda 100-ə vurmaq lazım. Mütləq. Bu deyir 300 bölünsün 8. O da eləyəcək bizdə. Deməli 30-un içində 3 dəfə. 60-ın içində 7 dəfə. 37-dən onda 5. Cavabımız oldu D variantı. 9-cu sual. ABC üçbucağında AB bərabərdir BC-yə. Yəni ümumidə üçbucaq özü bərabər yanlıdır. SK mediandır. Düşdüyü tərəf yarıya bölüb. AK ilə AC-nin cəmi 13-dür. BC ilə də KB-nin cəmi 12 olarsa AC-ni tapın. AC-ni tapın deyir. Bir eləyək. Bura x yazaq. Onda bu da x olur. Bərabər yanlı olduğu üçün bu da 2x olur. Tutaq ki, AC-yə də bir deyək ki, bir A yazaq məsələn. Birinci AK ilə AC-nin cəmi. AK bizdə x-dir. AC də bizdə A. Bunların cəmi 13 verir. Sonra BC ilə KB. BC 2x-dir. KB də x-dir. Bunların da cəmi 12-dir. 3x 12-dirsə x də bərabərdir 4. Gətirib yerinə qoysaq. 4 üstəgə A-mız 13-dür. A da bərabərdir. 13-dən 4 çıxarıq 9. Məndən AC-ni, yəni A-nı soruşurdu. Cavabımız olur 9.
10-cu sual. İfadənin ən kiçik qiymətini tapın. Kvadrat dənliyin ən kiçik qiymətini tapılma qaydası istəyir ƏKB, yəni ən kiçik qiymət, istəyir ən böyük qiymət, fərqi yoxdur. 4A seçsək, B kvadrat bölünsün 4A düsturundan tapılır. Biz indi burada qeyd edirik. A'mız kvadratın qabağındakı əmsaldır 1, B'miz X-in qabağındakı əmsaldır 14, C'miz sərbəstdir 51. Yerinə qoysaq 4 vur A, C, çıx B'nin kvadratı. 14'ün kvadratı 196 böl 4A. 4'ü 51'e vurduk. 204 çıx 196 bölünsün 4. Bu da bizde yer 8 bölünsün 4. Bu da bərabərdir 2. 11-ci sual. Xaricdən toxunan çevrələrin mərkəzləri arasındakı məsafə 14. Xaricdən toxunduraq çevrələri. Tutaq ki, bu bir çevrəmiz. Bu da ikinci çevrəmiz. Xaricdən toxunan çevrələrin mərkəzləri arasındakı məsafə. Bura bizdə 14. O 1, o 2. 14'dür burada. O 1, o 2'miz 14. Böyük çevrənin radiusu kiçikdən 4 cm çox olarsa. Yəni bura x-dırsa, bura x üstə gəl 4'dür. Onda bunların ikisinin cəmi 2x üstə gəl 4 bərabər 14. Çünki özü deyir ki, mərkəzlər arasındakı məsafə bura 14'dür. Onda bu ikisinin də cəmi bizə 14 verməlidir. 2x 2x bərabər 14'dən 4 çıxarıq 10, x də bərabər 12'yə bölsək 5. X-i 5 tapdıq. Bizə deyir kiçik çevrənin uzunluğunu tap. Çevrənin uzunluğu C bərabər 2 pi. Kiçik çevrənin radiusu x idi. Yəni x-i da biz 5 tapdıq. 2 pi vurulsun 5. Cavabımız oldu 10 pi. 12-ci sual şifahi sualdır. Deməli, birinci baxırıq ki, suala. Hansı fiqur tamamilə boşdur? Baxırıq ki, burada A fiquru, baxın, tamamilə boşdur. Yəni, içi təmizdir bunun. İçində qara hissə yoxdur. Ona görə bu deməkdir ki, yəni A-nı buradan çıxardıblar. A boşluğa düşüb. A-nı çıxartılan cavab harda var? Burada var. Bir də burada var. Yəni, nədənsə A-nı çıxardıb atıblar. O xət, yəni fərq deməkdir. Bəs nədən çıxardıblar? Baxırıq ki, balaca qara hissə həm B-yə, həm də C-yə ortaq olan hissədir. Yəni, B ilə C-nin kəsişməsidir. Yazaq, B ilə C-nin kəsişməsidir. B ilə C-nin kəsişməsindən çıxıblar A-nı. Yəni, sanki B ilə C əvvəl belə idi. Düzü, kəsişmə. Sonra A-ya aid olan hissəni çıxdılar. Qaldı həmin bu hissə. B ilə C-nin kəsişməsi çıxılsın. 13-cü sual. Qonşu olan bucağı tapın. Artıq biz bildik ki, 180 dərəcəmiz. Hər dəfə yazaq bunu. 179 dərəcə, 59 dərəcə, 60 saniyə. Dərəcə yox, dəqiqə daha doğrusu. Dəqiqə 60 saniyədir. Biz bundan çıxmalıyıq 63 dərəcə, 25 dəqiqə, 30 saniyəni. 60'dan 30 çıxdı, 30 saniyə. Burada alınır 34 dəqiqə. Burada da alınır 116 dərəcə. Cevabımız oldu Y variantı. 14-cü sual. Px və Qx çoxhədlərinin cəmini tapın. Deməli, bizə Px verib, bir də Qx. Bunların cəmini soruşur. Cəmləyəndə uşaqlar, oxşar bir hədləri bir toplayırıq. Oxşar bir hədd nə deməkdir? Yəni, dəyişənin qüvvəti eyni olan. Məsələn, x kubu burada da var, burada da var. 4x kubuna 2x kubunu toplasaq, 6x kubu. Sonra kvadratlara baxırıq. Müsbət 11x kvadratla çıxırıq 3x kvadratını. Olur müsbət 8x kvadrat. Müsbət x ilə müsbət 8x toplasaq, müsbət 9x. Və 4 ilə mənfi 5'ə baxsaq, eləyər mənfi 1.
variantı olur. B variantı. 15-ci sual. BOC 110 dərəcə olarsa BAC bucağını tapın. Əvvəla onu deyək ki, mərkəzi bucağı verir bizə. Mərkəzi bucaq söykəndiyi qövsdən eyni dərəcəyə bərabərdir. Və belə bir qayda da var ki, iki toxunan arasındakı bucaqla söykəndiyi qövsün cəmi, yəni x ilə 110-un cəmi 180 dərəcə verilməlidir. Onda x də bərabərdir. 180 çıxılsın 110. O da eləyəcək 70 dərəcə. 16-cı sualda dedik ki, modulların cəmi sıfırdan kiçik ola bilməz. Bu çaşdırmaq üçündür. Sadəcə sıfıra bərabər ola bilər. Modulların cəmi sıfırdırsa, onda bu modulların hər biri sıfıra bərabərdir. 4 üstəgəl a-da bərabər 0. 3b çıx 9 da bərabər 0. Buradan tapırıq ki, a mənfi 4-dür. Buradan tapırıq ki, 3b bərabər 9, b də bərabər 9, 3-ə bölsə 3. Və bunların cəmini soruşur. A üstəgəl b. Mənfi 4 üstəgəl 3 bərabərdir mənfi 1. 17-ci sual. ABC üçbucağında bucaq B 90-dan kiçikdir. Deməli, tutaq ki, bucaq B-ni buraya götürək. 90-dan kiçik olmaq nə demək uşaqlar? Yəni iti bucaqdır. B iti bucaq olsun. Deməli, alfa kiçik 90-dan. Bura A olsun, tutaq ki, bura C olsun. AB-ni 8 verib, BC-ni 10 verib. AC tərəfi ala biləcəyi ən böyük tam qiymət tapın. Deməli, iti bucaq üçün belə bir qaydamız var ki, x böyükdür A minus B-dən kiçikdir. 90-dan kiçik olanda, 90 olanda Pifagor teoremi öyrənilir. 90-dan kiçik olanda, yəni Pifagor teoremindən kiçikdir. Pifagor teoremində nə idi? Kökün altında A kvadrat plus B kvadrat. Deməli, onda x da böyükdür. Yəni, bu qaydanı da saxlayın ki, iti bucaq olanda, alfa 90-dan kiçik olanda adi fərqdən böyükdür, amma Pifagor teoremindən, yəni A kvadrat plus B kvadrat kök 6-dan kiçikdir. Yerinə qoysaq, 10 çıx 8-dən böyük, 10-un kvadratı üstəgəl 8-in kvadratından kiçikdir. Onda x böyükdür 2-dən kiçikdir. Bunu hesablayaq burada. 100 üstəgəl 64. Yəni 164. 164-də nəyin kvadratı var? Baxaq görək. 12-nin kvadratı 144. 13-ün kvadratı 169. 169-a çatmadığına görə 12,5 kimi yaza bilərik təxminən. Və bizə deyir ki, ala biləcək ən böyük tam qiymət. 12,5-dən kiçik ən böyük tam ədəd 12-dir. Ən kiçik desəydi 2-dən böyük 3 götürərdik. Deməli, 4-ə 5-ə 6-ya bölünürsə, o demək ki, eyni zamanda bir neçə ədəd bölünürsə, əvvəla biz bu ədədlərin əkobunu tapmalıyıq. Görək ki, bu ən kiçik hansı ədəddir? Həm 4-ə, həm 5-ə, həm 6-ya bölünən. Deməli, bunun üçün nə edirik? Tutaq ki, 4 ilə 5-ə əkob gətirək. 4 ilə 5 qarşılıqlı sayda olduğuna görə bunların əkobu bu ədədlərin hasilinə bərabər 20. Sonra 20 ilə 6-ya əkob gətirə bilərik. 20-nin 6-ya əkob gətirmək üçün də vurğulara ayrıla bilərsiniz. Ortaq vurğu da çıxarda bilərik. 20 ilə 6 hər ikisi 2-yə bölünür. 2-ni çıxartdıq. Qaldı əkob 13 ilə 3. Daha doğrusu 13 ilə 10 ilə 3. Hər ikisini 2-yə böldük. 10 ilə 3 də yenə qarşılıqlı sayda olduğuna görə bunların əkobu hasilə bərabər. Cavab olur 30. 30-u da əvvəldə duran 2-yə vursaq, eləyər 60. Demək, 3-dən olanda əvvəl ikisini tapırıq, sonra digər ikisini tapırıq. 60 tapdıq. İndi 760 ilə 810 arasına düşən əvvəldə 60-ın neçə qatı gəlib bu aralığa düşür, ona baxaq. 60-ı deməli 10-a vursaq 600 eləyər, 11-ə vursaq 660, 12-yə vursaq 720, 13-ə vursaq 780. Bu aralığa düşər.
Və deyir ki, bu ədəddə 14 çıxdıqdan sonra bölünür. Deməli 14 də artığı var. Üstünə 14 gəlsək, eləyər 794. Deməli bu ədəd 794-dür ki, bundan 14 çıxanda 780 alınır və həmin ədəd həm 4-ə, həm 5-ə, həm də 6-ya bölünür. On 9-cu sualda YD-ni soruşur. Bu artıq bayaq sual kimi düşmüşdür. Çarpaz vururuq, 3-ü vururuq x-ə, 4-ü vururuq 6-ya. X da bərabərdir 24/3. Cavabımız 8. 20-ci sual. Ədəd oxu üzərində göstərilmiş Y və F nöqtələrində olan ədədlərin hasilini tapın. Y və F. Gəlin qabaqdan buna baxaq. Əvvəla nəyə baxırıq uşaqlar? Baxırıq ki, 2 ilə 3-ün arasında, 2 dənə tam ədəd arasında neçə bölgü var? 1, 2, 3, 4. Yəni 4 hissəyə bölünüb. Bu Y daha doğrusu 4-dən 1, 2. Qoyla göstərək. 1, 2. 4-ündən ikisini tutub. Yəni biz buradan sola getdiyimizə görə belə oxuyuruq ədədi. Mənfi 2 tam, yəni Y bərabər mənfi 2 tam 4-dən ikisini götürüb. Gəlirik F-ə. Deməli, sola belə oxuyuruq, indi sağ oxuyuruq. F-ə baxırıq. Yenə də F 1-dən 2-yə kimi. Ümumilikdə deməli 4 hissəyə bölünüb. 1, 2, 3, 4. Amma F onun 1, 2, 3-ünü tutub. Və tamı da əvvəli 1 ilə başlayır. Olur onda 1 tam. Bunu da əvvəli, yəni sola getdiyimizə görə sağdan sola getdim. Mənfi 2 ilə başlamışdı. Mənfi 2 tam 4-də 2 yazdım. Sağa baxanda belə oxuyuruq. 1 tam 4 bölgədən 3-cüdə F yer tutub. Və sonra bizə deyir ki, olan ədədlərin hasilini tapın. Bunun hasilini tapaq. Deməli, mənfi 2 tam 4-ün də 2-ni buradan ixtisarləsək 2-də 1 qalar. 2-də 1 vur 1 tam 4-də 3. Kəsirləri, qarışıq kəsirləri düzgün olmayan kəsirə çeviririk. Mənfi 2-də 2-ni 2-yə vururuq. 4, üstünə 1 gəlirik. 5 vur. Burada 4-ü yazırıq. 1-i vururuq 4-ə. 4, üzərinə də 3-ü gəlirik. 7. Burada ixtisar gedəsi bir şey yoxdur. 8-də 35 alınır. 35-də 8-ə bölsək, mənfi işarəni 7-dən çatmayaq. Mənfi 4 tam 8-də 3 qalır. Mənfi 4 tam 8-də 1, 125-də 3 qatı 375. Belə bir cavab alınacaq. 21. Deməli, deyir ki, bizdə bu ifadə 2 olarsa, bu ifadənin qiymətini tapın. Üstlərinə birinci baxırıq. Üstləri ikisində də eynidir. 2x plus 1, 2x plus 1. Əsaslar dəyişkəndir. Deməli, biz 27-ni 3 kimi göstərməliyik. 27 3-ün kubudur deyə. 27 üstü 2x plus 1-i biz belə göstərəcəyik. 3-ün kubu 3-ün yazaq belə 3-ün kubu üstündə 2x plus 1. Deməli, bunlar da vuranda uşaqlar belə yazmaq olar. Baxın, vuruqların yerini dəyişmək olar. Yəni, birinci 2x plus 1 yazıb, sonra kubu yazmaq olar. Çünki onsuz üstlər vurulacaq. 3 üstü 2x plus 1 də bizə 2 verir, baxın. Deməli, biz 2-nin kubunu tapmalıyıq. Cavab olur 8. Onsuz da əsasından görsənirdi ki, artıq bu 3-ün kubudur. 22. N-in neçə tam qiymətinə bu kəsirin qiyməti tam ədəd olar. Deməli, tam ədəd olması üçün surət məxrəcə tam bölünməlidir. N kvadratları onsuz da bölünür. Düzdür? 16-nın da N kvadratına bölünməsi lazımdır. O zaman nə iş görürük? Deyirik ki, N nə ola bilər? Tapırıq da 1 qoysaq. 1-in kvadratı 1. 2 qoysaq. 2-in kvadratı 4. 16 4-ə bölünür. 3 qoysaq düz gəlmir. 9 edir çünki. 16 9-a bölünməz. 4 qoysaq 4-ün kvadratı 16. 16 16-ya bölünür. Və salam.
Deməli 1, 2, 4'dür və tam dediyinə görə n neçə tam qiymətindədir. Onda həm də bunların mənfilərini götürürük. -1, -2, -4. Olacaq 6 dənə qiymət. 3 burada, 3 burada. 23-cü sual. İndi burada bir dənə bir şey deyim uşaqlar. Ola bilsin ki 16'nın bölənlərini tapmaq sizə çətin gələr. Aşağıda n kvadrat olduğuna görə fikirləşin 16 nəyin kvadratdır? Yəni ümumiyyətlə 16 böl n'in kvadratı nəyin kvadratıdır? 4 böl n'in kvadratıdır. Buradan 4'ün bölənlərini də axtara bilərsiniz. 1, 2, 4. Bu sizə daha rahat gələr. Çünki 4 kiçik rəqəmdir. Bölənlər də kiçik olmalıdır. 23. Demək 23'də trigonometrik nisbətə aid sual düşüb. Birinci biz başa düşməliyik ki, sinusdan danışırsa, sinus alfanı tapmaq üçün biz nə iş görürdük? Qarşı kateti bölürük hipotenuza. Və f-dən danışır. F bucağı da, yəni baxın ki, sinusun içində nə var? F bucağı buradır. Bunun qarşısındakı katet x plus 2'dir. Baxın qarşısında durur. Hipotenuzumuz da 90'ın qabağında durandır. Deməli, bura qarşı katetdir. Burada hipotenuzdur. Yəni, əslində bu sinus bucaq f-i 0,8 veribsə, biz bunu belə ifadə edirik. Qarşı katetimiz x plus 2'dir. Hipotenuzumuz x plus 3'dür. Bu da bərabərdir. Bunu da kəsr kimi yazsaq 10/8. Və burada ixtisar apara bilərik 10/8'i. Qalar 5/4. Sonra çarpaz vuraq. Deməli 5'i vururuq x üstə gəl 2'yə. 4'də vururuq x üstə gəl 3'ə. Vursaq 5x üstə gəl 10. Bunu da vursaq 4x üstə gəl 12. X'ları bir tərəfə yığsaq, ədədləri bir tərəfə. 5x'dən 4x çıxanda x. 12'dən də 10 çıxanda 2. X2 tapdıq. Bizdən fc-ni soruşur. Fc buradır. Yəni x üstə gəl 1. X-də biz 2 tapdığımıza görə 2 üstə gəl 1 bərabərdir 3. 24-cü sual. Satıcı əlindəki malların 40%-ni 20% gəlirlə, 20% 30% zərərlə satarsa, qalan malların neçə faiz gəlirlə satarsa, ümumi satışdan 12% gəlir əldə edər. Deməli 40%-nin 20% gəlirlə, yəni 120'dən satır. 40'ı 120'yə vurub 100'ə bölsək, bu neçə eləyər bizdən? 4'ü 12'yə vurduq. 48. Sonra deyir ki 20%'ni daha doğrusu 20%, 30% zərərlə. Zərər deyəndə 100'dən 30'un çıxı 70'dən hesablayırıq. Bu eləyir 14. 48 ilə 14 toplasaq neçə eləyir bizdə? 50, 62. 62 manatı var. Qalan malları neçə faiz gəlirlə satsa, ümumi satışdan 12% gəlir əldə edir. Deməli, qalan mallarımız 40%'in bir götürüb, 20%'in bir götürüb, 60% getdi. Yerdə qaldı 40%. Yazaq buradan qalan mallar 40%. Bu 40%-i neçə faiz gəlirlə satsa deyir. Yəni gəlir deyəndə yazaq 100 üstə gəl x. Bölünsün 100. Neçə faiz gəlir satsa, ümumi satışdan 12% gəlir əldə edir. Ümumi satışdan 12% gəlir əldə etmək üçün, ümumi satış bayaq 100 idisə, 12% əldə etmək üçün 112 olmalıdır. 112'nin də 62% var əlimizdə, qalır 112'dən 62 çıxanda qalır 50 qalır. 50. Bunları işləsək, deməli sıfırlar getdi. 100 ilə 40 ixtisar eləsək, ümumiyyətlə 20'yə 2, 5. 2'ni vurub atsaq 200, üstə gəl 2x,
5'i də 50'yə vursaq 250. 2x də bərabərdir. 250'dən 200'ün çıxsaq 50. X də bərabərdir 25%. Deməli 25% gəlirlə satsa ümumi 12% gəlir əldə edər. Belə eləmək olar. İndi biz bunu belə işlədik. Bunu belə bir tənlikdə qurmaq olar. İndi birdən ağlıma gəlir ki, belə də işləmək olar. Məsələn, bizim məhsulumuz 100%'dir. 100% malımız var. Puldur deyək ki, qiymət də olsun. O da 100 olsun. Malda 100%'dir, qiymət də 100%'dir. Hələ heç bir dəyişiklik olunmamış halda. İndi deyirsə bu malın 40%'ni 20% gəlirlə. 20% gəlirlə, yəni 100 üstəgə 20'yə vurmalıyıq. Özü 100 idi, 100 üstəgə 20'yə vurduk. Üstəgən 20%'ni 30% zərərlə, yəni 100'dən 30'u çıxırıq. Plus qalan malları, qalanla nə qədər qalır? Demək 40'ını bir istifadə edib, 20'sini bir, 60'ı getdi. 100'dən 60 gedəndə qalır 40. Qalan malda neçə faiz gəlirlə? Hələ x yazaq, bilmirik nədir. Hansı faizlə satsa, ümumi satışdan 12% gəlir əldə edir. 12% əvvəl 100 idisə, 12% də gəlir gəlsə olur nə? 112. İndi mən faiz tapanda bunları həm də nəyə bölməliydim? 100'ə bölməliydim. Yadımdan çıxdı. Onda burada olur belə. Bu 120 elədir. Sıfırlar atdıq. Qaldı 4'ə 12'yə vursaq 48. Bu 70 elədir. Sıfırları atsaq 2'ni 7'yə vursaq 14. Sıfırları atsaq deməli 10'da 4 x bərabərdir 112. Buradan alırıq ki 10'da 4 x bərabərdir 112'dən çıxırıq 48'in 14'ün cəmi 62'ni. Eləyir 50. X də bərabərdir 50'ni bölürük 10'da 4'ə. Bu zamanda 50'ni vururuq tərsinə 4'də 10'a. 2'yə ixtisarləsək burada qaldı 5, 2, 2'yə ixtisarləsək 25. 25'i də 5'ə vursaq 125. 125%'dir, amma əslində 100 olması lazımdır. 100'ü də çıxanda baxırıq ki, deməli 25% gəlirlə satmalıdır. Yəni hər iki yolla işləmək olar. Əsas ki, məsələnin başa düşün, söhbət nədən gedir. Uyğun tərəfləri paralel olan, uyğun sözü varsa, demişik ki, cəmi 180 dərəcədir. Dərəcə üzrə 5-4 nisbətində olarsa, bu bucaqları tapın. 25. 5K üstəgəl 4K bərabərdir 180 dərəcə. 9K'mız 180 dərəcədir. K'mız da 189'a bölərək 20 dərəcə. Bu bucaqları tapın deyirsə, yəni ikisini soruşur. Bir dəfə 20'ni 5'ə vuracam. 100. Bir dəfə də 20'ni 4'ə vuracam. 80 dərəcə. Bir yazacaqsınız 100 və 80 dərəcə. Bu qədər 12-ci sınağımızı da yekunlaşdırdıq. Növbəti videoda sınaq 13'ün izahına baxarıq. Sağ olun, salamat qalın inşallah.